Bir gün nüfuzlu bir universitetin koridorunda yaşlı bir professor və gənc oğlan qarşılaşır. Gənc oğlan professordan soruşur: "Məni xatırladınız?" Professor qeyd edir: "Üzr istəyirəm, amma yox." Oğlan deyir: "Mən sizin tələbəniz olmuşam." Professor onu tanımağa cəhd etməzdən əvvəl soruşur: "İndi nə işlə məşğulsan?" Gənc oğlan cavab verir: "Müəlliməm." İçində eyni peşəyə sahib olmağa siz məni ruhlandırmısınız. Professor soruşdu: "Səni bu qədər ruhlandırmaq üçün nə etmişəm?" Gənc oğlan əhvalatı danışmağa başladı. Bir gün tələbə dostum çox gözəl bir saatla dərsə gəldi. Mən onları çox bəyəndiyim üçün saatı oğurladım. Tələbə yoldaşım bunun fərqinə vardıqdan sonra sizə şikayət elədi. Sizə qeyd elədiniz ki, dərs zamanı dostlarınızdan birinin saatı oğurlanıb. Onu qaytarın. Mən saatı qaytarmaq istəmədim. Bir neçə dəqiqədən sonra siz qərar aldınız ki, hər kəsin üzərini axtaracaqsınız. Amma qapını bağladıqdan sonra. Sonra isə qeyd elədiniz ki, hər kəs gözlərini bağlasın. Və siz bizim üzərimizi axtarmağa başladınız. Sıra mənə çatdı. Saatı tapdınız. Amma sonra yenə axtarmağa davam elədiniz. Sonunda gözlərimizi açmağı tapşırıb saatı sahibinə qaytardınız. Hadisə mənim üçün ən utanç verici hadisə idi. Bu hadisəni xatırlayırsınız, professor? Professorun cavabı isə çox qəribə idi. Hadisəni xatırlayıram, lakin saatın kimin oğurladığını hələ də xatırlaya bilmirəm. Çünki mən özüm də gözlərimi bağlamışdım. Müəllimin o günkü hərəkəti həm fərdi qorudu, həm də gələcəkdə zərər çəkəcək olan cəmiyyəti. Bəlkə də bəşəriyyətin ən təhlükəli insanını ən yaxşı müəllimə çevirdi. Gözünü bağlamaqla bu hadisəyə şahid saxlamadı. Qıvırcıq da deyəsən mənə yaraşdı.